Müasir dünya bizə nələr vəd edir? Tərəqqi, azadlıq, köhnə problemlərin birdəfəlik bitməsi. Amma bir düşünək, bəlkə də bütün bunlar sadəcə böyük bir illüziyadır. Gəlin bir yerdə müasirliyin o parlaq pərdəsinin arxasına boylanaq. Bu hekayəni yəqin ki, hamımız eşitmişik, elə deyilmi? Məktəblərdə, kitablarda, filmlərdə, hər yerdə bizə deyirlər ki, biz köləliyi məğlub etdik. Artıq hamı azaddır. Bu, bizim inkişafımızın, tərəqqimizin ən böyük sübutu kimi göstərilir. Amma gəlin bir dayanaq. Bu həqiqətən belədir? Yaxşı, gəlin bir anlıq bu zəfər çığırğanlığını kənara qoyaq və özümüzdən soluşaq. Köləlik doğrudan da tarixin zibilliyinə atıldı, yoxsa bəlkə də o sadəcə formasını dəyişib, daha müasir, daha gizli bir cildə bürünüb. Gəlin elə birinci bu mifdən başlayaq. Köləliyin ləğvi. Görək bu böyük iddialar soyuq rəqəmlərin və faktların qarşısında dura bilirmi? Baxın, ekranda bir rəqəm var. 35,8 milyon. İlk baxışdan heç bir məna kəsb etməyə bilər. Amma bilin ki, bu təsadüfi bir ədəd deyil. Bu rəqəmin arxasında müasir dünyamızın ən böyük, ən qaranlıq sirlərindən biri gizlənir. Bəs nədir bu rəqəm? Bu, təkcə 2014-cü il üçün hesablanmış müasir kölələrin sayıdır. Bəli, düz eşitdiniz, müasir kölələr. Məcburi əmək, borc əsarəti, insan alveri, bütün bunların qurbanları. Və ən dəhşətlisi, nədir bilirsiniz? Bu rəqəm bütün Atlantik kölə ticarəti dövründəki kölələrin ümumi sayından belə dəfələrlə çoxdur. Deməli, nəticə çox aydındır, köləlik heç yerə getməyib, sadəcə qlobal iqtisadiyyatın dərinliklərində, gözümüzdən uzaq yerlərdə gizlənib. Və düşünməyin ki, bu problem hansısa uzaq, unudulmuş izlərdə baş verir. Xeyr, bu qlobal bir sistemdir. Baxın, siyahının başında Hindistan, Çin kimi dünya iqtisadiyyatının nəhəngləri var. Bu nə deməkdir? Bu deməkdir ki, elə indi əynimizdəki köynək, əlimizdəki telefon, bütün bunlar o görünməz, məcburi əməyin məhsulu ola bilər. Yəni, köləlik sadəcə müasir bir ad almayıb, o bizim gündəlik həyatımızın bir parçasına çevrilib, bəlkə də fərqində belə deyilik. Yaxşı, müasirlik təkcə başqalarının bədənini istismar etmir, o həm də bizim öz bədənimizlə olan münasibətimizi də zəhərləyir. Gəlin ikinci illüziyaya keçək. Bədənin bir əmtəyə, bir məhsula çevrilməsi və bunun ən parlaq, ən kəskin nümunəsini harda görürük? Əlbəttə ki, gözəllik sənayesində. Hamımızın tanıdığı Barbie. İlk baxışda sadəcə bir oyuncaq, amma əslində bu bir oyuncaqdan çox daha artığıdır. Bu, onlar boyunca qız uşaqlarına və qadınlara sırınan qeyri-real, hətta qeyri-mümkün bir gözəllik idealıdır. Barbie mükəmməl qadın bədəninin simvolu oldu. Yaxşı, bəs bu mükəmməllik real həyatda mövcud ola bilərdimi? Elm adamları hesablayıb və cavab açığı çox qorxuncdur. Əgər real bir qadının bədəni Barbie'nin proporsiyalarında olsaydı, boynu o incə başı saxlaya bilməzdi. Bədənində cəmi yarım qaraciyərə yer olardı. Bağırsaqları bir neçə santimetrdən ibarət olardı. Nəticədə isə sadəcə qidasızlıqdan öləcəkdi. Bəli, bu ideal bədən əslində ölümcül bir bədəndir. Bəs niyə? Niyə belə əl çatmaz bir standart bizə satılır? Cavab çox sadədir. Çünki bu pul deməkdir. Bitməyən bir istihlak dövranı. O ideal bədənə çatmaq üçün sənə daima nəsə satmaq lazımdır. Kremlər, pəhrizlər, idman proqramları, cərrahi əməliyyatlar. Beləcə bizim bədənimiz özümüzə aid olmaqdan çıxır, heç vaxt tamamlanmayan bir layihəyə çevirir. Amma bədənlərimizi bir məhsula çevirməkdən daha dəhşətli bir şey var. O da bədənləri elmi yolla ölçüb biçmək, onları kateqoriyalara bölmək və birini digərindən üstün elan etməkdir. Gəldik üçüncü illüziyaya. Köhnə ibtidai qərəzlərin elm donu geyinərək necə yenidən səhnəyə çıxması və bu dəfəki pərdə bəşər tarixinin ən qanlı səhifələrini açacaq. Hər şey necə başladı? Əvvəlcə, güya elmi maraqla insan kəllələrini ölçməyə başladılar. Sonra bu ölçmələr getdi insanların alın qurulusuna, burun formasına baxıb onların güya zəkasını, xarakterini təyin etmək kimi cəfəngiyatlara çevrildi. Və son zərbə, Herbert Spencer kimi adamlar Darwinin təkamül nəzəriyyəsini götürüb tamamilə təhrif etdilər. Onu cəmiyyətlərə tətbiq edərək güya bəzi irqlərin təkamüldə daha irəlidə olduğunu iddia etdilər. Vəssalam, irqçilik artıq sadəcə bir cahillik deyildi, o indi bir elm idi. Bu yeni elmin adı sosial darvinizm idi, məqsədi isə heç də mürəkkəb deyildi, əksinə çox bəsit və amansız idi. Sübut etmək ki, bəzi insanlar, bəzi irqlər təbiətən digərlərindən üstündür. Bu nəyə lazım idi? Əlbəttə ki, müstəmləkəçiliyə, başqa xalqların torpaqlarını işğal etməyə, onları istismar etməyə, hətta məhv etməyə elmi bir bəhanə tapmaq üçün. Artıq mən səndən xoşlanmıram demirdilər, deyirdilər ki, təbiətin qanunu belədir, güclü olan zəifi əzməlidir.
Və bu nəzəriyyələrin sadəcə kitablarda qalmadığını bilməlisiniz. Onlar real həyatda dəhşətli faciələrə yol açdılar. Təsəvvür edin, 1935-ci ildə böyük memar Sinanın türk irqindən olduğunu sübut etmək üçün məzarını açıb kəllə sümüyünü ölçürlər. Dahiyanə bir memarın sümükləri bayağı irqçi nəzəriyyələr üçün bir təcrübə obyektinə çevrilir. Bax, elm bir silaha çevriləndə belə faciələr yaşanır. Deməli, gəlin bir ümumiləşdirmə aparaq. Bir tərəfdə gizli formada davam edən köləlik, digər tərəfdə bizə satılan qeyri-mümkün bədən idealları, o biri tərəfdə isə elm donu geydirilmiş irqçilik. Bütün bu parçaları birləşdirəndə ortaya bir sual çıxır. Müasirlik dediyimiz şey həqiqətən də bizi irəli aparan bir tərəqqidir, yoxsa sadəcə köhnə, çirkin problemlərin üstünü örtən parlaq bir pərdədir? Bəli, əsas məsələ də məhz budur. Müasirlik çox vaxt problemləri kökündən həll etmir. O sadəcə onlara yeni adlar verir. Onları daha mürəkkəb, daha çətin görünən bir formaya salır. Köləliyin adı olur təchizat zəncirindəki problem. Bədənimizə olan nifrətin adı olur sağlam həyat tərzi. İrqçiliyin adı isə olur antropologiya, elm. Adlar dəyişir, sözlər müasirləşir. Amma mahiyyət təəssüf ki, çox vaxt eyni qalır. Və bu son sual bəlkə də hər şeyi dəyişir. Əgər bizim tərəqqi dediyimiz şey sadəcə köhnə dəmir zəncirləri söküb, yerinə gözə görünməz, amma eyni dərəcədə möhkəm olan yeni zəncirlər taxmaqdan ibarətdirsə, onda biz həqiqətən irəli getmiş sayılırıqmı? Bu sualın cavabını tapmaq bəlkə də hər birimizin öz üzərinə düşür. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.